sualı. Tamam. Salam. Vaxtı deyəniz başdan qeyd edin müəllimə. Yəni ki, may qrupunu deyirsiniz. 1, 4, axşam 9, 5-ci gün 11-in yarısı. Qeyd elədiniz. Salam. Sizə əlavə gün sabahı demişəm, 11-in yarısı. Bir dənə yadıma salın, sual cavabı. Bəli, sabah. Bəli, müəllimə. Saat 11-in yarısı. Saat 11-in yarısı, tamam. Axşamınız xeyir. Salam Səmral müəllim. Müəllimə, bir söz demək istəyirəm. Mən neçə gün dərslərə qoşulmuram. Bu linklər atılsa, ora baxıram. Orada ancaq səslər qarışıq düşüb. Başa düşmək olmur. Bir mümkündürsə o dərs gedəndə heç kim danışmasın. Mən Hə, bir həftə dərsdən danışıq var. Bir həftə qoşulmamışam. Bu gün də qoşulmuşam, ancaq belə qatar səsi gəlir. Qatar səsi. Gülçörə müəllimə dedim, bəlkə telefon məndə də Gülçörə müəllimə də atdı linki gördüm, yəni elə şey oldu. Hə, açığı mən yükləyirəm, baxmamışam da, yəni sonra yükləyirəm, göndərirəm sizə. Baxaram görüm nə basır. Müəllim, mən də baxıram 2-3 dərsdə geridə qalmışam kayda. Heç bir şey başa düşmürəm. Hüy var Bütün müəllimə səslər elə echo verir. videoların içində. Birinci gündə müəllim dərsin testinin izahı idi, mən qoşulmamışdım. 20 dənə o sualda mən bir dənəsini başa düşmədim o qədər səsdən. Qoy bir dənə baxım. Material. Məsələn, axırıncıya baxaq görək. Kimsə səsləri həmin momentdə açıq qoyur. Ona görə daha sonrasında qulaq asmaq istəyəndə kül kimi gəlir elə bir dərsin içində səs. Sizlə bərabər xışıltı səsləri də gəlir. Belə, yəni cümlənin kökü var, davamını biz doldururuq. Çıxış biletləri. Hə, dərs izahında yox, yəqin ki, test izahında. Bəli, müəllim. Bəli, müəllim, ancaq testlərin izahında, sual cavab olan eləyəndə testlərin izahında da heç bir şey biz başa düşmürük. Yoldaş qiymətləndirməsi var. Nə əlaqə ajan? O niyə dedi, tutmadım temanı. Hə, başa düşdüm. Deməli, test izahında deyirsiniz ki, səslər açıq olur və yaxud da qarışıq, başa düşdüm. Amma elə bildim, ümumi videoda elədir. O zaman test izahında nə edərik? Danışmarıq, səsləri bağlayarıq. Bu belə. Sual cavabımız... Bəli. Bir dənə sual sorsun. Üzürlü sayın, belə biraz aidiyyatı olmayan bir sual soruşacağım. Siz Google Meet'in özü ilə yazırsınız. Orada video yazı var qeydə, amma yoxsa planşetdən yazırsınız? Mən ekran kaydını deyirsinizsə, kompüterdə götürürəm. Prosta planşetlə də dərsə qoşuluram ki, yazılarımı onun üstündə edim. Dərsimi onun üstündə izah edirəm. Hə. Belə. Ayşə, siz özünüz də o səsi opsiyadan bağlaya bilərsiniz ki, heç kim açmaz. Belə, heç inansız bilmirəm mən onun dilini. Mən sizə nə vermişdim? Deyəsən, biz burada biraz iş üsullarını işləmişdik, qalanını evə vermişdik. Bəli, 20-dən, 19-20 dənəsini işlədik, qalanını evə verdik. Başqa nəsə test vermişdim? Timesnack, 4 edu, burada 2006'ını vermişdiniz. Hə, başa düşdüm, ay sağ ol. Düzdür, yadıma düşdü. Onda belə eləyək. Deyildi ki, test izahında səslər olur. Ona görə də nə edirik? Siz nömrələri ora yazın. Bura yazın. Mən də bir-bir izahlarını verim. Deməli, time.
Yazın da siz nömrələri. Nədə səhv eləmişsiniz? On ikiyə qədər varsa yazın. Deməli 10, 10-dan başlayırıq. 12. Salam. Məndə 8-9. 8-9, tamam. Deməli, deyir, verilən fikirlər arasında hansı üsulun xüsusiyyəti yoxdur? Müxtəlif situasiyalarda qərar qəbul etmə bacarığı. Qərarı harda gördümsə, qərar qəbul etmə. Qərarlar ağacıdır. Bu getdi. Mətnin əsas fikrini lakonik şəkildə ifadə etməyi tələb edir. Qısa və lakonik sözü 3 iş üsulunda var idi. Sokrat, klaster, Sinkveyn. Necə seçirdik? Mətin. Mətin deyirdisə, mətnin ümumiləşdirilməsi, qısaldılması, qısa və lakonik və s. Bu olurdu, yəni Sinkveyn. Burada bunu belə eləyəcəkdik. Birgə öyrənmə, yoldaş qiymətləndirməsi təmin edir. Karuselin açar sözləridir. Şagird bədii əsərləri öz variantları əsasında davam etdirir. Bu proqnozlaşdırmadır. İndi buna aid verməyib də variant. Proqnozlaşdırmadır. Hadisə və anlayışları müqayisə etmək Venn diaqramıdır. Bir dənə qaldı klaster. Deməli, klasterə aid heç bir cümlə yoxdur. 9-dakı debat. Debatın qardaşı dəyərləndirmək mərhələsi, tənqidi təfəkkür. Çünki hərə öz fikrini əsaslandırır, hərə özündən arqument gətirir və s. Yəni, öz münasibəti, öz fikri, özündən arqument. Dəyərləndirmək, debat, tənqidi təfəkkür, 3 qardaş kimi düşünə bilərsiniz. 10-cu sual. Klaster iş üsuluna aiddir. Deyir, böyük mətnin qısa zaman müddətində şahidlərə mənimsədilməsi bu ziqzaq. Getdi. Qruplar şəklində problem həll etmə bacarığını inkişaf etdirir. Qruplar şəklində var beyin həmləsi, qruplar şəklində sinektika, qərarlar ağacı. Yəni ki, da yazmıram da bura. Məndən klaster istəyir, bu da getdi. Şagirdlərə problemli situasiyalar verərək bu vəziyyətdən çıxması üçün düşünmələri tələb olunur. Yenə də problem həll etmə üsulları. Məsələn, sinektikanı yenə demək olar, beyin həmləsi demək olar, qərarlar ağacını demək olar. Mövzu haqqında mövcud olan bilikləri aktivləşdirmək üçün, mövzu haqqında bilikləri aktivləşdirmək ya da mövcud bilikləri aktivləşdirmək bu olacaq klaster. Şagirdlərdə qısa şəkildə mövzunun əsas ideyasını ifadə etmək bacarığı, yenə də bayaqki söhbət, qısa və lakonik, mövzu, mətin, bu olacaq Sinkveyn. Yəni, klaster budur, mövcud biliklərin aktivləşdirilməsi. Sonra 12. Uyğunluğu istəyir bizdən. Birdə deyir ki, auditoriya qarşısında çıxış etmək bacarığı formalaşdırır şagirddə. Çünki, belə deyim də, fikirlərini sərbəst şəkildə ifadə etmə bacarığı formalaşır ona görə. Debat yazıb. Düz deyir də, yəni debatda, amma qabağına yanlış yazılıb. Deməli, uyğunluq yoxdur. Problemlərin həllində yaradıcı düşüncəni stimullaşdırır. Problem həll etmək, yaradıcı düşüncə, Kipling modeli, yəni 4N1KH düzdür və doğru yazılıb. 2-ni götürdü. Diaqnostik və formativ qiymətləndirmə vasitəsi kimi istifadə olunur. BİBÖ düzdür, klasterdə ola bilər. İndi burada BİBÖ-nü yazıb, doğrudur, bunu da götürdüm. Problemə müxtəlif cəhətlərdən nəzər salma bacarığı, bəli, müxtəlif cəhətlərdən nəzər salır, müxtəlif məqsədli, müxtəlif istiqamətli tapşırıqlar hazırlayır. Bulum kubu düz deyir, amma yanlış yazıb. Deməli, uyğun deyil. 2, 3. Deməli, 10, 12-yə baxdıq, 20. 20-də deməli, uyğunluğu istəyir yenə. Əşyaların qeyri-adi istifadəsi yaradıcı təfəkkür inkişaf etdirir. Uyğunluğu istəyir də. Düz deyir də, əşyalardan qeyri-adi istifadə yaradıcı təfəkkür inkişaf etdirir. Bir düzdür. İnsert üsulunu müəllim həm motivasiya, həm zamanı, həm də refleksiya zamanı istifadə edə bilər. Bu səhvdir. Bunu götürmürük.
İnsident üzərində iş metodu səmərəli mütaliə və təfəkkürün inkişafı interaktiv qeyd etmə sistemidir. Bu insident deyildi, bunun adı insert idi. İşarələr sistemi, mütaliə, insident problem həll etməkdir və problem real həyatdan gətirilirdi. Yəni, bu da səhvdir, uyğunluğu istəyirdi də, 3-ü də götürürəm. Akvarium daxili və xarici qruplarla müzakirə düzdür. Deməli, 1, 3. A variantı. 20-dən sonra 24. Başqa yoxdur, yazasız. 24. Deməli, debat iş üsulunu istəyir bizdən. Məsəl üçün, E-dən başlayıram. Daxili, xarici qrup deyən kimi akvarium. Mövcud biliklərlə yeni biliklər arasında əlaqə yaratmağa şərait yaradır. Mövcud biliklərlə yeni biliklər, məsələn, BİBÖ. Köhnə biliklərlə yeni biliyin nəsə də əlaqələndirilməsi. Təklif olunan həll yolunun müsbət tərəflərinin, mənfi tərəflərinin çox olmasını tələb edir qərarlar ağacı. Qruplara bir-birlərinin işlərini nəzərdən keçirmək və fikir bildirmək imkanı verir karusel. Yoldaş qiymətləndirməsi. Qruplara bölünmüş şagirdlər öz mövqelərini arqumentlərlə müdafiə etməlidir. Debat. Deməli, 33. Verilmiş üsullardan hansı fərdi şəkildə təşkil edilir? Akvarium qruplardır da, daxili, xarici qrup. Sinektikada 2 qrup idi, bir qrup digər qrupa problem irəli sürür. Debat da təsdiq və təqzib edici qruplar. Qərarlar ağacı da qruplarla olur. Yerdə qaldı sinkvein. Fərdi bəzən də cütlərli ola bilər. 33-dən sonra 45. Deməli. Verilənlər arasında hansı iş üsulu yoxdur? Şagirdlərin şifahi nitq bacarığının inkişafına şərait yaradır. Deməli, şifahi nitq bacarığını burada nə edəcəyik? Bir dəqiqə. Yoxdur istəyir. Şagirdlərin şifahi nitq bacarığının inkişafına şərait yaradır. Baxaq, hansı ola bilər şifahi nitq bacarığı? Məsəl üçün, təlim simulyasiyası, akvarium. Akvarium ola bilər. Yəni, B getdi. Çünki akvariumda diskusiya, müzakirə var. Təqlid etmək, idarə etmə, təqlid, idarə bu olacaq simulyasiya. Çünki təlim simulyasiyası, idarə etmə var da. Müəllim şagirdə deyir ki, sən gəl dərsi keç, uşaq idarə edəcək və bu olur təlim simulyasiyası. Bu da getdi. Refleksiya aparmaq üçün təbii ki, 3-2-1. Problemin səmərəli həlli yolunu müəyyənləşdirməyə xidmət edir. Problemin səmərəli həlli yolu, ən səmərəli həll yolu, müsbəti çox mənfi az qərarlar ağacı, yerdə qaldı. Əşyaların qeyri-adi istifadəsinə aid cümlə yoxdur. 45 idi, 38-ə qaydaq. Bizdən, deməli, simulyasiya ilə rollu oyunun ortaq fikrini istəyir. E-dən başlayıram. Deyir, hər ikisi şagirddə problem həll etmə. Problem həll etmə bir çox iş üsulunda var, amma bunlarda yoxdur. Beyin həmləsində var, qərarlar ağacında var, sinektikada var, 4M1KH-da var, nə bilim, insident üzərində işdə var problem. Bunda yoxdur. Hər ikisi yalnız humanitar fənn üçün uyğundur. Yenə də humanitar fənlərə uyğun olan proqnozlaşdırma idi. Hər ikisinin tətbiqi zamanı şagirdlərin, empatiya ilə bunların açar sözü idi. Hər ikisində beyin həmləsi olurdu qərarlar ağacında. Hər ikisinin tətbiqində əsas məqsəd şəxsi konseptual fikir, bu da müzakirə xəritəsinin açar sözü idi. 45-ə baxdım, 51. 45-ə baxdım da, 51. Deməli, müəllim layihə işi çərçivəsində şagirdlərdən seçilmiş layihə mövzusunu SWOT analizi vasitəsilə təhlil etmələrini istəyir. Deyir ki, gedin bu layihəni SWOT analizi vasitəsilə təhlil edin. Bu halda SWOT analizinin layihə işi zamanı tədrisdə tətbiq olunmasının əsas məqsədi aşağıdakılardan hansılardır? Deyir, layihə mövzusuna dair mövcud məlumatları strukturlaşdırılmış şəkildə təsnif etmə bacarığını formalaşdırmaq. Burada nəyi seçəcəyik? SWOT-un bilirik də tərəfləri var. Güclü, zəif tərəflər, güclü tərəf, zəif tərəf, imkanlar, təhlükələr. Burada onu istəmir.
SWOT-un açar sözləri var idi. Tənqidi təfəkkür, qiymətləndirmək, dəyərləndirmək, qərar qəbul etmək. Bunlar onun açar sözləri idi. İndi burada deyir ki, layihə mövzusuna dair mövcud məlumatları strukturlaşdırılmış şəkildə, yəni qruplaşdırılmış şəkildə təsnif etmə bacarığını formalaşdırmaq, bu, yəni dəyərləndirmə mərhələsinə aid deyil. Bu getdi. Burada maksimum təsnif etmək var, qruplaşdırmaq var, anlama mərhələsini götürmək olar. Layihənin icrası zamanı yarana biləcək çətinlikləri sadəcə qeyd etməyə və onların mövcudluğunu ümumi şəkildə təsvir etməyə yönəlmək. Yenə ümumiləşdirib təsvir edəcək, yenə də anlama mərhələsi. Layihəni müxtəlif daxili və xarici amillər baxımından qiymətləndirərək əsaslandırılmış qərarların verilməsini, aparılmasını elə budur. Çünki layihənin dediyim kimi açar sözü taksonomiyadan dəyərləndirmək mərhələsi, təfəkkürdən tənqidi təfəkkür, fikir əsaslandırmaq, arqument gətirmək, qiymətləndirmək, hətta özünü qiymətləndirmək onun açar sözləri idi. Şagirdlərin layihə ilə bağlı şəxsi yanaşmalarını sistemli şəkildə ifadə etmələrinə şərait yaratmaq. Deməli, şəxsi yanaşmalarını sistemli şəkildə yenə bayaqdan deyirək ümumiləşdir, təsnif et. Burada da sistemli şəkildə ifadə edəcək, yenə də əsaslandırmaq yoxdur. Layihə işinin mərhələlərini daha sürətli həyata keçirmək, icra müddətini optimallaşdırmaq, bu da təbii ki, deyil. Burada deyir ki, layihə işinin mərhələlərini daha sürətli həyata keçirmək. Burada bir, belə deyim də, vaxt müddəti nəzərə alınır. Amma bizdən də onu istəmir. Bu neçə idi? 51 idi. 51-dən sonra 52. Deməli, müəllim yeni mövzunun öyrənilməsi zamanı şagirdləri qruplara bölür. Onlardan mövzunun güclü və zəif tərəflər, mövcud imkanlar və mümkün risklər baxımından təhlil etməyi tapşırır. Qruplar əldə etdikləri nəticələri əsaslandıraraq təqdim edir və sinifdə müzakirə aparılır. Bizdən də nə istəyir? Bu fəaliyyətə deməli, şagirdlərin cəlb olunması hansının inkişafına şərait yaratmır? Deməli, tənqidi analitik var. Zaten SWOT-un açar sözü tənqidi təfəkkürdür. Analitik də niyə var? Deyir, təhlil etmək. Bu var. Fikirləri əsaslandıraraq təqdim etmək, deyir, qruplar əldə etdikləri nəticələri əsaslandıraraq təqdim edir. Bu da var. Qərar vermə və müqayisə aparma, deməli, uzun zaman şagirdləri qruplara bölür, zəif tərəflər, müqayisə aparır da gücü zəif tərəf, imkan, təhlükə, bunları təhlil edərək müqayisə aparır. Zaten qərar vermə də bayaq da dedim, SWOT-un açar sözüdür. Əməkdaşlıq ünsiyyət qrup işidir də, qruplar varsa əməkdaşlıq ünsiyyət var. Amma problem həll etmə var, amma yaradıcı yanaşma yoxdur. Yanlış olan E variantıdır. Tənqidi təfəkkür var, yaradıcı təfəkkür yoxdur. Neçəyə baxdıq? 52, sonra 54. Uyğunluğu istəyir və doğru, yanlış. Deməli, interaktiv təlim üsulları şagirdlərdə problem həll etmə, tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. İnteraktiv təlim nə idi? Keçmişik sizlə interaktiv təlim? Deyəsən yox, keçməmişik. Bəlkə bugün keçərik. İnteraktiv təlim qarşılıqlı birgə fəaliyyət. İndiki təhsil sistemi. Ənənəvi təlim yox, interaktiv təlim. Şagird yönümlü təlim. Şagird aktiv roldadır. Aktiv, subyekt. İndi deyir ki, bu təlim üsulları, hansı ki, iş üsulları öyrənmişik, bunlar interaktiv təlim üsullarıdır da. Zaten nə öyrəniriksə buna aiddir. Şagirdlərdə problem həll etmə, bəli, görün üsulların içində biz beynəmləsi, qərarlar ağacı, insidentdir, 4-1 KH-dır, yəni sinektikada problem həll etmə üsullarıdır da. Tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir. Sokratda tənqidi düşüncə, debatda tənqidi düşüncə və s. Düz deyir. İnteraktiv təlim metodları yenə həmin üsullardan danışır. Şagirdlərin sosial bacarıqlarını inkişaf etdirməsi baxımından da əhəmiyyətlidir. Bəli, görün nə qədər iş üsulu var ki, cütlərlədir, qruplarladır, düzdür. İnteraktiv təlim şagirdin digər şagirdlərlə və müəllimlə əməkdaşlığına əsaslanır. Bəli, dediyim kimi qarşılıqlı birgə fəaliyyət. İnteraktiv təlimdə informasiya mənbəyi yalnız müəllim deyil, düz deyir. Yalnız müəllim ənənəvi təlimdə idi, əsas yəni mənbə. 4-ü də düzdür, 1-2. 54-ə baxdıq, 55. Yenə verilən fikirlərdən hansı SWOT analizinin xüsusiyyətlərinə aiddir? Aid istəyir.
SWOT analizi mövcud vəziyyətlə bağlı hazır nəticələrin əldə olunmasına yönəlmiş bir vasitə kimi istifadə edilə bilər. Baxın, burada mövcud vəziyyətlə bağlı hazır nəticələr yox. Hazır nəticələri əldə etmir. Bu səhvdir. SWOT analizi mövcud və potensial risklərin sistemli şəkildə müəyyənləşdirilməsinə və təhlilinə imkan yaradır. Görürsünüz, bayaqkında deyir ki, hazır nəticə. Bu, amma təhlil eləməlidir. SWOT-da təhlil var. Təhlil edib nəticəyə gəlməlidir. 2 düzdür. SWOT analizi şagirdlərin tənqidi və analitik düşünmə bacarıqlarını inkişaf etdirir. Düzdür. Zaten deyirik ya, təhlil etmək var, analitik təfəkkür var, analiz edir, nəticəyə gəlir. Və tənqidi təfəkkürdə onun açar sözüdür. Düzdür? 2-3 olacaq. SWOT analizi zamanı əsas vurğu strukturlaşdırılmış çərçivəyə yönəldiyi üçün şagirdlərin dərin əsaslandırma prosesində fəal iştirakını tələb etməyə də bilər. Bəs biz dedik ki, orada əsaslandırma var axı. Bu deyir, tələb etməyə bilər. Ona görə 4 yanlışdır. Var başqa? Neçədə nə idi? 65-ə qədər yoxdur. Hamı işləyib ki, nə yaxşı belə az səhviniz çıxıb. Ben görüm sizə. 61 var. Tamam. 61. Uyğunsuzluğu tamam. Uyğunsuzluğu istəyir. Yəni doğrudan yanlış, yanlışdan doğrunu götürəcəm. Qrupla iş formasını obyektiv qiymətləndirmək mümkün olmur. Belə deyək də, olmur deməyək də, olmursa onda niyə qrup işini keçiririk ki? Bəli, qrup işini qiymətləndirmək müəllim üçün çətindir, amma obyektiv qiymətləndirir. Yəni olur. Bu yanlışdır. Zaten doğrunun altına yanlışı götürürəm. Sinifdə təlim fəaliyyəti 4 formada qurula bilər. Bəli, fərdi, cütlərlə, qruplarla, bütün siniflər. Fərdi iş forması sinifdəki bütün şagirdləri bir fəaliyyətdə birləşdirir. Bir fəaliyyətdə yox. Müxtəlif fəaliyyətdə birləşirlər. Bir fəaliyyətdə birləşən bütün siniflə işdir. Bu səhvdir, amma götürmürəm. Cütlərlə iş şagirdlərə bir-birindən öyrənmə imkanı yaradır. Düzdür, yanlışın altında düzü götürürəm. Çünki uyğunsuzluq istəyir. 1-4. Ay maşallah. Nə? Zarafat edirsiniz. 74-76 nədir? Suallar elə 65 dənədir. Səmral müəllim, bax, yalanın üstü burada açılır. Yalandan atdınız ki, güya indi siz də işləmişsiniz. Bunlar səhv çıxıb. Başqa test işləmişəm. Nə test işləmişsiniz? Nə işləmişsiniz? Ay Allahım, bəs bayaqdan mən burada test izah edirəm. Görmürsünüz nə izah edirəm, hansı dərs? Bir baxmadınız ki, ay Allah, müəllim burada nə izah edir? Deməli, sizə mən nə vermişəm, başqa baxım görüm. Səhifə 74. Edu sınaq 4. 4'ü vermişəm. Tamam, getdi indi bunu göndərim özümə. İndi Edu sınaq 4'ün yazın səhvlərini. Edu'nu işləmişsiniz. 4, tamam. Yazın bir izahını verim. Üç, 2, aha, biri de yazın. Biri de yazın, tam olsun. 2, 3, 4. Getdik 2. Müəllim şagirdlərə uzaq sahillərdə deməli, filmindən fraqment göstərdi. Deməli, dərsin cəlb etmə mərhələsində, yəni əvvəl, baş. Sonra onlara 2-ci Dünya müharibəsində Azərbaycanlıların şücaəti adlı mövzu təqdim etdi və sonda artıq refleksiyadayıq. Sual-cavab edərək şagirdlərin mövzunu necə anladıqlarını müəyyənləşdirdi. Bunu refleksiyada bilirdik də, dərsi necə anladıq. Nə öyrəndik, nə qaranlıq qaldı, nə inkişaf etdirməliyik.
Müəllim şagirdlərə ev tapşırığı kimi mövzudan anladıqlarına aid esse yazmağı tapşırdı. Bir sözlə də refleksiya baş verib orada. Yəni refleksiyadan söhbət gedir. Refleksiya üsulu da burada nədir? 3-2-1. Yəni cavab 3-2-1. Sonra 3. Mövzu Molla Pənah Vaqif yaradıcılığı idi. Müəllim mövzu ilə bağlı bir neçə tapşırıq hazırladı. Mən sizə keçmişik, təlim modelləri. Dəqiqə baxın. Xeyr, müəllim, təlim modelləri keçməmişik. Layihə əsaslı, problem əsaslı keçməmişik. Yox. Yəqin keçməmiş, keçərik. Onda ona görə bilməmişsiniz. Burada bir neçə tapşırıq hazırladı. Dərs zamanı mən kiməm iş üsulundan istifadə elədi. Mən kiməm iş üsulu oyun xarakterlidir axı. Burada da tapşırıq bizim açar sözümüz idi. Müəllim təlimi oyunlaşdırma əsasını təşkil edib. Təlim modelləri var, oyunlaşdırma, oyun əsaslı. Bunların bir dənə fərqi var. Tapşırıq sözü varsa oyunlaşdırmadır. Dərs başdan ayağa, yəni 45 dəqiqə başdan ayağa oyun əsasında qurulubsa, o da oyun əsaslıdır. İndi onu bugün keçərəm. 2, 3, 4. 4. Müəllim cari planlaşma hazırlayarkən, yəni gündəliyini yazarkən, şagirdlərdə dinləyib anlama bacarığını inkişaf etdirməyi hədəf seçib. Bunun üçün müəllim planlaşmasına dinləmə mətni, tapşırıqların dinləmə üzərindən təşkili, eyni zamanda əvvəlcədən şagirdlərə debat üçün dediyi mövzunun həyata keçirilməsini əlavə etdi. Bizdən müəllimin fəaliyyəti haqqında doğrunu istəyir, yəni uyğunluğu. Müəllimin planlaşmasına əsasən demək olar ki, dərs sinxron formada təşkil olunacaq. İndi o dərsi bugün keçəcəm. Sinxron nədir? Bax, hal-hazırda biz sinxron dərsdəyik. Bəzən elə bilirlər sinxron ancaq əyanidir. Yox. Hal-hazırda da sinxronuq. Sinxron o deməkdir ki, ünsiyyət bax canlı var da, yəni siz mənə sual verib məndən cavab alırsınız. Yəni ünsiyyət canlı şəkildə var. Buna deyirlər sinxron, bu düzdür, bir düzdür. Müəllim differensial təlimin proses komponentini şagirdlərdə audial öyrənmənin inkişafı üzərindən təşkil edir. Gərək bu sınağı verməzdimi sizə? Bunu da keçməmişik. Differensial təlimdə də proses komponenti müəllim fəaliyyətidir. Yəni müəllim uşaqlara deyir ki, audial. Audial eşidərək öyrənmədir. Bu da dinləmə mətni verir baxı, eşidərək. Bu da düzdür. 1-2-ni götürürük. Debatın təşkil edilməsi şagirdlərdə dinləyib anlama ilə yanaşı, ünsiyyəti, tənqidi təfəkkürdə inkişaf etdirmiş olacaq. Bəli, dinləyib anlama inkişaf edəcək. Ünsiyyət, tənqidi təfəkkür də ona görə ki, zaten tənqidi təfəkkür debatın qardaşıdır. Düzdür bu da. Müəllimin məqsədi şagirdlərdə idrak taksonomiyasının anlama səviyyəsini inkişaf etdirməkdir. Bu da düzdür. Çünki uşaq mətni dinləməlidir. Deyir axı, mətni dinlə, sonra ki, tapşırıqlar həll elə. Dinləyim, anlayım ki, gedim tapşırıqları dinləmə üzərinə, yəni təşkil edim. 4-ü də düzdür, cavab 1-2. Daha sonra 8, 9, tamam. Şagirdlərə dünyada su probleminin həlli ilə bağlı tapşırıq verildi. Gedişatda müəyyən olundu ki, şagirdlər yalnız öz yaşadıkları ərazidən problemə baxaraq bunun problem olmadığını düşünür. Elə bil müəllim deyir ki, zaten həqiqətən də dünyada, yəni qlobal problemlərdən biri su qıtlığıdır. Müəllim də bunu deyir. Uşaq da deyir ki, yəni uşaq da baxır ki, bizim hər gün suyumuz gəlir də, müəllim nə danışır yəni? Hər gün su gəlir, biz elə bir problem yaşamırıq. Ona görə də verilmiş problem üzərində işləməkdə çətinlik çəkirlər. Deyir, yəni hanı problem görmürük də biz. Problemi həll etmək üçün müəllim şagirdlərə istiqamət verdi. Bu məqsədlə dünyada ən çox su problemi yaşayan Afrika qitəsi ilə bağlı suallar verdi. Bundan sonra şagirdlər məsələyə necə yanaşacaqlarını bildilər və verilmiş problemin həlli üçün konkret təkliflər verdilər. Situasiya əsasən doğrunu istəyir. Müəllim deyir ki, uşaqlar, dünyada qlobal su problemi var. Uşaq da deyir ki, axı bizim hər gün suyumuz gəlir, suyumuz kəsilmir, hanı su qıtlığı. Müəllim görür ki, yox, bunlar öz tərəflərindən baxırlar. Belə deyim də, zaten televizorda falan uşaqlar bilirlər də, yəni bu Afrikada, balaca uşaq belə bilir ki, Afrikada su qıtlığıdır. Orada nümunəni gətirəndə bunlara çatır tema, söhbət çatır. İndi doğru fikir istəyir. A-da deyir ki, şagirdlərdə problem həll etmə bacarığı aşağı olduğu üçün müəllim sonraki dərslərdə problem həllinə bağlı iş üsullarını istifadə etməlidir. Bunu doğru kimi götürə bilmirəm. Niyə?
Axı sonradan problemi həll edir. Deməli, problem həll etmə bacarığı zəif deyil də, var. Burada deyir, məsələn, müəllim sonraki dərslərdə problemlə lazım deyil. Yəni, bu yanlışdır. Yəni, lazım deyil. Situasiya şagirdlərdə, çünki uşaq artıq sualda həll edəcək problemi. Çünki başa düşdü sualı. Situasiya şagirdlərdə əməkdaşlıq bacarığının aşağı olduğunu, ona görə də asinxron tədris zamanı qrup şəklində işləməkdə çətinlik çəkdiklərini göstərir. Asinxron tədris odur ki, belə canlı dərs deyil, elə bil ki, dərsə qoşulmusunuz, mən neyniyirəm, tutalım, materialı göndərirəm, siz özünüz üçün öyrənirsiniz. Vəssalam, budur. Özünüzə uyğun vaxtda öyrənirsiniz. Bu asinxrondur. İndi deyir ki, şagirdlərdə əməkdaşlıq bacarığı aşağıdır. Axı, problem uşaqda əməkdaşlıq bacarığının aşağı olması deyil, uşaq sualı düzgün başa düşməyib. Suala, problemə öz yanaşmasından baxıb. Söhbət, deyim ki, uşaqlar əməkdaşlıq edə bilmirlər, nə bilim, bir-birlərinə imkan vermirlər qrupda. Hə, deyərəm ki, əməkdaşlıq zəifdir. Elə bir şey yoxdur. Müəllim şagirdlərdə fənüstü inteqrasiyanı inkişaf etdirməlidir. Hə, niyə fənüstü inkişaf etdirməlidir? Həyati bacarıq, problem həll etmə həyati bacarıqdır axı. Bunu da düz götürmürük. Yenə də deyirəm, uşaq problemi həll edə bilir. Sualı səhv başa düşür. Çünki müəllim Afrikanı deyəndən sonra başlayır həll eləməyə. Şagirdlərin problemə tək ərazidən baxmaları onların dünya görüşünün zəif olduğunu göstərir. Buna görə də müəllim problemi təqdim etməzdən əvvəl şagirdlərin potensialını düzgün dəyərləndirməli. Problemi onlara təqdim etməzdən öncə bu haqda geniş məlumat verməli idi. Bunu da düz götürə bilmirəm. Niyə? Əgər uşağın dünya görüşü zəif olsaydı, müəllim Afrika deyəndə uşaq yenə bilməzdi. Deyərdi, nə danışırsınız? Müəllim, Afrikada su qıtlıqdır bəyəm. Necə yəni? Belə suallar versəydi, bəli, deyərdi ki, uşağın dünya görüşü zəifdir. Verməyib. Deyir ki, onu eşidən kimi başa düşdü və getdi problemi həll eləməyə. Müəllim şagirdlərdə problem əsaslı öyrənmənin inkişafına ehtiyac olduğunu anında müəyyənləşdirdi və bunun inkişafı üçün lazım addımları atdı, yəni istiqamət verdi, ipucu verdi ki, yəni söhbət nədən gedir? Bu doğru cavabdır. 9. Mövzu geotermal enerji mənbələridir. Müəllim dərsə başlamazdan əvvəl şagirdlərə digər enerji mənbələri haqqında suallar verdi. Sonra yeni mövzu haqqında şagirdlərin bildikləri məlumatları yazmalarını tapşırdı. Daha sonra mövzunu müxtəlif hissələrə bölüb şagirdlərə təqdim etdi və şagirdlər mövzunu tam anlayana qədər fəaliyyəti təşkil etdi. Sonda şagirdlərə ilkin olaraq qeyd etdikləri biliklərini yeni əldə etdikləri bilikləri ilə müqayisə edib, oxşar, fərqli yeni məlumatlar və maraqlı məlumatlar olaraq qeyd etmələrini tapşırdı. Bizdən doğru fikri istəyir. 100% gedib B variantı götürmüsünüz. Təlimdə insert iş üsuluna istifadə edilməsi şagirdlərin təlimə marağına daha da artırıb, sonda isə Venn diaqramına əsasən müqayisə təşkil olunub. Zaten müqayisə insertin içində də var. Venn diaqramını, yəni niyə götürüm ki? Insertdə də var da, belə deyim, mövzu haqqında bildiklərim, yeni qazandıqlarım, təqsib edən və yaxud da üst-üstə düşən, sual işarəsi altında qalan. Belə, B-ni götürmürük, səhvdir. Dərsin sinxron təşkili şagirdlərin mövzunu mənimsəməsinə əsası bizdən doğrunu istədi. Dərsin sinxron təşkili şagirdlərin mövzunu mənimsəməsinə əsası təsir edib. Hardan bildik sinxrondur? Çünki deyir, axı, mövzu geotermal enerji mənbəlidir. Müəllim dərsi başlamazdan əvvəl şagirdlərə bu haqda suallar verdi. Sual verdisə, deməli, cavab alacaq da, deməli, sinxrondur. Bu düzdür. A-da deyir ki, müəllim öyrənmə fəaliyyətini qruplarla işləyir. Xeyr, qruplarla deyil, çünki eyni fəaliyyətdə birləşir. Bir dənə sual vermişəm. Geotermal enerji mənbələri. Eyni fəaliyyətdə birləşirsə, bu bütün siniflə işdir. D-də deyir ki, birbaşa təlim modelinə əsasən öyrənmə fəaliyyətinin təşkili dərsdə vaxtın çox getməsinə səbəb olsa da şagirdlər mövzunu tam mənimsəyib. Birbaşa təlim də keçməmişik deyə bilməmsiniz. Əvvəldə sual-cavabın təşkil olunması şagirdlərdə yuxarı təfəkkür səviyyəsinin inkişafına yönəlib. Baxaq, enerji mənbələri haqqında suala verir. Sonra yeni mövzu haqqında şagirdlərin bilir. Deyir ki, yuxarı təfəkkür səviyyəsi deyə bilmirəm. Çünki yuxarı təfəkkür səviyyəsi tənqidi və yaradıcı təfəkkürdür. Müəllimi isə dərsi başlamazdan əvvəl uşaqlara
digər enerji mənbələri haqqında sual verir. Demək ki, biz onu keçmişik, əvvəlki dərsin sual cavabıdır. Burada uşaq tənqidi və yaxud yaradıcı bir şey eləmir. Öyrəndiyi haqqında, yəni danışır, yadda salır, deyir. Bu da yoxdur. 9-dan sonra. Yoxdur 9-dan sonra. 20. Haradaydı? Cədvələ əsasən verilənlərdən doğru olanları müəyyən edin. Yoldaş qiymətləndirməsini təmin etmək, şagirdlər arasında əməkdaşlıq, ünsiyyət bacarığını inkişaf etdirmək üçün müəllim planlaşmasına cütlərlə iş formasını əlavə etməlidir. Nə gözəl. Bəli, cütlərlə işdə yoldaş qiymətləndirməsi də var, ünsiyyət və əməkdaşlıq bacarığı da inkişaf edir. Bir düzdür, götürürəm. Sorğu araşdırma əsaslı təlim modeli bunu bugün keçəcəyik. Şagird mərkəzli olsa da, bəli, şagird mərkəzlidir. Müəllimin rolu əsasdır. Əgər müəllimin rolu əsasdırsa, onda bu şagird mərkəzi yox, müəllim mərkəzi olur axı. Əsasdır yox, müəllimin rolu həlledicidir. Yəni cümlə belə olmalıydı. Ona görə yanlışdır. 5E təlim modeli gündəlik planlaşmada əks olunduqda şagirdlərin mövzuya cəlb olunması daha da güclənir. Bunu da bugün keçəcəyik. 5E təlim modelinin 5 dənə növü var. Birincisi, bəli, cəlb etmədir. Deyir ki, bu belə deyim, cəlb etməklə başlayıb qiymətləndirməklə bitir. Deyir, bunu yazanda gündəlik planlaşmaya uşaqda cəlb etmə güclənir. Nə əlaqə? Yəni, düzgün deyil də, səhvdir. 3-ü də götürdüm. 1-3-lü cavab. Sinektika şagirdlərin qrup şəklini işləməsini təmin edir. Bu da düzdür. Bəli, sinektika qruplarla olur. Bitdisə, dərsin izahına keçim, çünki dərs genişdir. Bitdi, qəbul edirəm və keçirəm. Yəni, necə işləmişəm? 90 dənə. Mənə yalan sinir. Zaravat elədim də. Hansı dərsin adını deyin mənə. Yazın, görüm nə işləmişsiniz. Hansıyla başlayayım? Sinxron. Bayaq qarşımıza çıxdı sinxron və asinxron tədris formu. Bunlar tədris formalarıdır. Yəni, dərs necə tədris olunur? Sinxron və asinxron formada. Sinxron tədris nədir? Yenə də deyirəm, çox adam belə eləyir. Sinxron əyanidə, asinxron onlayn. Xeyr, yanlış yanaşmadır o. Sinxron müəllim və şagirdlərin, məsələn, hal-hazırda görürsünüz, biz birlikdə, eyni vaxtda, real zamanda, yəni hal-hazırda canlı, real zaman canlı, yəni dərsdə iştirak etməsidir. Fərqi yoxdur, bu əyanidirmi, onlayndırmı? Fakt, real zamanda, eyni vaxtda, hamımız buradayıq mı? Buradayıq. Mənə sual verib cavab ala bilirsinizmi? Anında ala bilirsiniz. Deməli, bu sinxrondur. Ha onlayn, ha əyani. Yəni, əsas açar sözü budur. Əyani dərslər, canlı dərslər, göstər yazmışam, Zoom, Teams, Meet. Müəllim şagird arasında birbaşa ünsiyyət mövcuddur. Yəni, anında sual-cavab. Sorğu, müzakirə, debat, sual-cavab real vaxtda aparılır. Anında əks əlaqə mümkündür. Motivasiya və dərs tempinə nəzarət daha asandır. Yəni, motivasiya niyə? Çünki canlı şəkildə buradayıq, motivasiya yarada bilərəm, dərs tempinə nəzarət edə bilirəm. Və üstünlükləri nədir? Şagirdin dərsə bağlılığını artırır. Çünki canlı şəkildə sual-cavabdır, qaranlıq qalan məqamı anında sual verir, cavabı alır. Sosial-emosional mühit daha güclüdür. Sosial mühit, yəni sosial bacarıqlar olan ünsiyyət, əməkdaşlıq üçün canlı şəkildədir. Emosional isə, belə deyim də, özü monitoring, özü idarə etməsi, belə bir mühit, yəni burada daha güclüdür. Anında dəstək, izah və düzəliş edilir. Yəni, bir problem varsa, bir səhvlik varsa, müəllim anında dəstək verir, yeri gələrsə istiqamət verir, izah verir, düzəliş verir. İzah verir, yəni uşaq düzəliş edir. Çətinliyi nədir? Yəni çatışmayan tərəfi nədir? İnternetdən asılılıq. Və məsələn, indi belə qoşulmuşuq sinxrona, ola bilər bəlkə aramızda kimsə
interneti yoxdur deyə qoşula bilmir. Hamının eyni vaxtda iştirak etmə çətinliyi. Bəli, elə olur ki, bəzilərimiz qoşuluruq, bəzilərimiz qoşula bilmirik. Həmin saatda məsəl üçün başqa dəstə olur. Həqiqətən də elə müdavim var, çarəsiz yəni qoşulur. Son aylardır, qruplar yoxdur, məcbur qoşulur. Deyir ki, amma o saatda ixtisasım var, heç olmasa qoşulum ki, materiallar əldə edim. Yəni belə hallar da olur. Uzun müddət ekran qarşısında qalma, bəli, həqiqətən çox yorucudur. Məsələn, mən bu günləri 4 dənə dərs almadan, elə də dayanmadan keçirsəm. Yaxşı, asinxron tədris nədir? Şagirdin materialları öz vaxtında müstəqil şəkildə öyrənməsidir. Video dərs, elektron materiallar, qeydlər, yəni PDF-lər, tapşırıqlar, platforma üzərindən göndərilən resurslar. Bunları göndərirəm, yəni uşaqlara, məsələn, WhatsApp üzərindən. Şagirdlər eyni anda onlayn olmaq məcburiyyətində deyil. Kimin biri günorta girib baxacaq, biri axşam girib baxacaq, kim hansı vaxt istəsə oturub öyrənəcək. Tədrisdə öz sürəti ilə öyrənmə prinsipi işləyir. Yəni ki, tələsmir də, istədiyi zaman, istədiyi vaxt girib işləyə bilər. Müstəqil öyrənmə bacarıqları, yəni metakognitiv bacarıqlar inkişaf edir. Bayaqkində amma sosial bacarıqlar inkişaf edirdi. Üstünlüyü odur ki, zaman sərbəstliyi var. Fərdiləşdirilmiş öyrənməyə daha çox imkan var. Yəni, fərdi öyrənir. Təkrarlama, dərinləşdirmə üçün əlverişli şərait, metakognitiv bacarıqlar inkişaf edir. Çətinliyi odur ki, şagirdin motivasiyası zəifləyə bilər. Amma bayaqkində motivasiyası artırdı. Çünki bu tək öyrənir. Ola bilər ki, nəsə qaranlıq qalır, cavab tapa bilmir, müəllimə yazacaq anında cavab ala bilməyəcək. Onda da motivasiyadan düşür. Müəllimlə ünsiyyət məhduddur. Amma ortaq fikir soruşsa, ikisində də müəllimlə ünsiyyət var. Prosta birində anındadır, birində məhduddur da, yəni gecdir. Gecikmiş əks əlaqə yaranır. Burada da yazmışam, real vaxtda canlı dərs, yəni sinxrona aiddir. Şagird öz vaxtında öyrənir, asinxrona aiddir. Birbaşa ünsiyyət sinxrondadır, məhdud ünsiyyət asinxrondadır. Anında əks əlaqə, gecikmiş əks əlaqə. Dərsin tempi müəllim tərəfindən idarə olunur. Temp şagirdlə bağlıdır, yəni tempi özü müəyyən edir. İnteraktivlik yüksəkdir, yəni qarşılıqlı birgə öyrənmə, ünsiyyət əməkdaşlıq, müstəqillik yüksəkdir, fərdi işləyir. Qrafiki müəllim tərtib edir. Məsəl üçün, bu qrafiki tutalım ki, mən tərtib eləmişəm, siz bu saatlarda girirsiniz. Qrafiki özləri tərtib edir. İstəyər gecə 5-də öyrənər, istəyər gündüz 1-də öyrənər. Bəs hibrid tədris forması nədir? Bu ikisinin belə deyək də birləşməsi, ikisinin eyni anda olması. Məsəl üçün, düşünün ki, siz indi belə qoşulursunuz. Məsələn, həftənin 1-3-6-cı günlərə qoşulursunuz. Tutalım ki, 2-4-cü günlərdə mən sizə material göndərirəm. Məsələn, 2-ci gün göndərirəm, deyirəm ki, yəni video izahdır, PDF-də hamısını göndərirəm. Deyirəm ki, siz oturun, oxuyun, öyrənin, testləri işləyin. Növbəti dərs 3-cü gün dərsə qoşulursunuz. O dərsdə də həmin dərsin sual cavabıdır falan filan. Yəni, görürsünüz, həm asinxron, həm sinxrondan istifadə edirik. Tədqiqatlar göstərir ki, hibrid dərs, yəni daha sərfəlidir də, belə daha səmərəlidir. Hibrid tədris dərslərinin bir hissəsini canlı, bir hissəsini onlayn şəkildə, həmçinin sinxron və asinxron formada keçirilən dərs formasında keçirmək olar. Tədqiqatçılar deyir ki, asinxron tədris, sinxron tədrislə kombinə olunaraq tətbiq edildikdə daha faydalı olur. Bu zaman dərsin materialları əvvəlcədən şagirdlərə göndərilir və müəyyən tapşırıqlar verilir. Sonra isə sinxron tədrisdə olduğu kimi əvvəlcədən müəyyən olunmuş vaxtda canlı onlayn dərslər təşkil edilir, müzakirə, təqdimat keçirilir. Bu zaman həm şagirdlərin seçim etməsinə, sərbəst çalışmasına şərait yaradılır, həm də müzakirə, təqdimatlar keçirilir. Ümumiyyətlə, müəllim öz yaradıcılığına əsaslanaraq istənilən onlayn tədris növlərini birlikdə adaptə edərək tətbiq edə bilirlər. Bu oldu bizim tədris formaları. İndi keçək təlim modellərinə. Başlayaq sorğu araşdırmadan. Sorğu araşdırma əsaslı təlim modeli və ya 5E təlim modeli. Deməli, ikisi də bir-birinə oxşuyur. Deməli, şagird mərkəzlidir. Şagird mərkəzlidir. 5 dənə komponenti var. Deməli,
Birinci komponent yönləndirmədir. Kitab yönləndirmə yazıb. Amma mənası maraq oyatma, cəlb etmə mərhələsidir. Birdən yəni gələr testdə bunlardan biri çıxar. Yəni eyni mənanı verir. Elə bil ki, belə deyim də lap bir nümunə üzərindən gedim. Tutalım ki, müəllim girib dərsə, uşaqları dərsə cəlb eləməlidir. Girib dərsə, pəncərənin qırağındakı 2 dənə dipçək gülünü gətirir qoyur stolun üstünə. Burada artıq bir maraq oyanır şagirddə ki, müəllim neyniyir? Ya da yoxdur dipçəyi, şəklini çəkə bilərəm ki, uşaqlar bir dəqiqə lövhəyə baxın, sizə bir sual verəcəm. Baxdılar. Uşaqlar, düşünün ki, bu dipçək güllərinin içindəki əkilən bu güllər eyni növ güldür. Eyni gündə, eyni saatda əkilib. Uşaqlarda bu maraq oyandı. Ay müəllim, nə danışırsınız? O necə ola bilər biri böyük, biri balaca? Əsas sualı qoyuram. Bəli, uşaqlar, siz cavab verin. Bu necə ola bilər ki, bəs bunun biri balaca qalıb, biri isə böyükdür. Və uşaqlar hipotez irəli sürür. Hipotez sözü mənası fərziyyə deməkdir. Yəni, fərziyyə irəli sürürlər. Biri deyəcək ki, yəqin birinə su verilir, birinə yox. Biri deyəcək ki, otağın temperaturu. Hərə bir şey deyəcək. Deyəcəm, çox gözəl, nə qəşəng fikirləriniz var. Tamam, bəs indi biz necə bilə bilək ki, əsl cavab nədir? Fakt nədir? Bunun üçün nə etmək lazımdır? Araşdırmaya yönləndirirəm. Təbii ki, şagird gedir araşdırmaya, mən fasilitator müəllim olaraq nə edirəm? Araşdırma zamanı onu nə resurs lazımdırsa, onu həmin resurslarla təmin edirəm. Uşaqlar gedir araşdırır. Yəni, məsələn, güllərin hərəsini bir otağa qoyurlar, yəni birini, məsələn, bu getdi A otağına, bu getdi B otağına. Təbii ki, günlər alacaq. Bir qrup uşaq, 2 qrupa bölünürlər də, bir qrup uşaq, məsəl üçün, gedir, məsələn, A qrupundakı gülü suluyur və eyni saatda suluyurlar, bu A-nı, bunlar B-ni. Zaman keçir, baxırlar, yox, yenə bu balacadır, bu birisi inkişaf edir. Bir gün, nə bilim, müəllim onları təmin edirlər resursla. Otağın temperaturunu ölçürlər, görürlər, yox, hər ikisində temperatur eynidir və sair və ilaxır. Axırda müəyyən bir araşdırmalardan sonra belə bir nəticəyə gəlirlər ki, sən demə, B otağında olan gülün, yəni ki, bu otağa günəş axşam saat 6-ya kimi düşür, bura isə axşam saat 4-ə kimi düşür. Belə çıxır ki, bu dipçək hər gün bundan 2 saat az, belə deyim də, günəş işığı alır. Ona görə inkişafdan qalıb. Yəni, uşaq nə nəticəyə gəldi? Bu gülün, dipçək gülünün balaca qalmasının səbəbi günəş işığıymış. Yəni, nəticə gəldi. Və sonda müzakirə olur. Müzakirədə uşağın gəldiyi nəticə ilə bayaq irəli sürdüyü fərziyyələr başlayırlar müzakirə eləməyə. Budur. Bu oldu bizim sorğu araşdırma əsaslı təlim modeli. Görürsünüz, şagird yönümlüdür. Əsas rolda kim idi? Bax, bayaq da qabağımıza çıxdı ya, deyir ki, sorğu araşdırma şagird mərkəzi olsa da, əsas rol müəllimdədir. Necə müəllim? Müəllim hardadır? Müəllim sadəcə yönləndirir, istiqamət verir, resurs lazımdır, resurs verir. Əsas rol şagirddə, hər şey şagird edirdi. Yəni, müəllim sadəcə o şəraiti yaradır. Şagird isə aktiv roldadır, özü gedir, araşdırır, nəticəyə gəlir, müzakirə və s. Sorğu araşdırma əsasən təbiət fənlərində olur. İndi gələk 5E təlim modeli. Niyə E? İndi bu 5 dənə sayacağım da adları. Bunların ingilis dilində adı, yəni 5-in adı E ilə başladığına görə 5E-dir. Birinci adı maraq oyatma. Baxın, sorğu araşdırmada da düzdür, kitab yönləndirmə yazıb, amma əslində maraq oyatma deməkdir mənası. Bunda birinci adı maraq oyatmadır. Məqsəd, şagirdlərin ilkin bilikləri ilə təlim nəticələri arasında əlaqə yaratmaq, onları tədqiqata, yəni araşdırmaya yönəltməkdir. Suallar əsasında şagirdlərin öyrənəcəkləri arasında körpü yaradılır. Sonra uşaqlar gedirlər araşdırmaya. Bu mərhələdə şagirdlər fəaliyyətdə iştirak edir, nəticələri müzakirə edir, daha ümumi anlayışa keçid üçün hazırlıqlı olurlar. Oca burada izah etmə müəllimə düşür. Bu mərhələdə müəllim şagirdlərin əldə etdikləri bilikləri ümumiləşdirir. Çünki araşdırmaya getmişdi axı uşaqlar. Uşaqlar araşdırmada biliklər əldə ediblər.
Müəllim də onları ümumiləşdirir. Təlim nəticəsində nəzərdə tutulan anlayışları təqdim edir. 4-cü mərhələ möhkəmləndirmə. Bu mərhələdə müəllim yeni misallar, nümunələr gətirib, anlayışın əhatə dairəsini daha da genişləndirir və sonda qiymətləndirmə, sonuncu mərhələdə şagirdlərin öyrəndikləri qiymətləndirilir və müəllim qiymətləndirmə meyarından istifadə edir. Sizə sual düşər ki, maraq oyatma ilə başlayıb müzakirə ilə bitən sorğu araşdırma, maraq oyatma ilə başlayıb müzakirə ilə bitir. Maraq oyatma ilə başlayıb qiymətləndirmə ilə bitən 5E təlim modeli. Ortaq cəhətləri odur ki, ikisi də şagird mərkəzlidir. İkisi də daha çox təbiət fənlərində istifadə olunur. Müsbət tərəfləri nədir? Öyrənmə prosesi şagirdlərə daha maraqlı və mənalı gəlir. Əlbəttə, mənə də mənalı gələr də, araşdırmaya gedirəm, tədqiqat aparıram. Şagirdlər cəlb olunduqları fəaliyyətlərdə təcrübi bacarıqlar əldə edirlər, yəni özləri təcrübədən keçirirlər. Biliklərin dərinləşdirilməsinə, onların uzun müddətli yaddaşa ötürülməsinə imkan yaradır. İnsan bir şeyi nə qədər oxuyursa oxusun, bir dəfə, 100 eşitməkdənsə bir dəfə eləmək bəs eləyir. Bir dəfə özü tətbiq edəndə, bəli, o bizim beynimizə yazılır da, uzun müddətli yaddaşa getdi. Müəllimlər şagirdlərin inkişafını daha açıq müşahidə edə bilirlər. Şagirdlərdə müxtəlif proses bacarıqlarını inkişaf etdirməyə imkan yaradır, vaxt bölgüsü, tənqid etmə və s. kimi. Bu, bizim 2 dənə təlim modeli. İndi keçək digər ikisinə. Layihə əsaslı və problem əsaslı öyrənmə. Bunlar da təbii ki, şagird mərkəzlidir və həyati bacarıqlardır. Taksonomiya keçməmişik biz sizlə. Keçmişik. Şəbnəm xanım, bəlkə sonradan qoşulmuşsunuz siz? Sonradan qoşulmuşsunuzsa, mənə dərsdən sonra yazın, o mövzuları göndərim sizə. Layihə əsaslı öyrənmə. Şagirdlərin müəyyən vaxt ərzində araşdırma aparmaqla daha çətin sual və problemə cavab axtarmaqla bilik bacarıq əldə etdiyi təlim modelidir. Niyə daha çətin? Çünki burada uzun müddətdə olur. Bu modeldə şagirdlər mövcud bilik və bacarıqlardan istifadə etməklə yanaşı proses boyu yeni bilik bacarıqlar qazanırlar. Loru dilindən deyim də, elə bir ki, müəllim layihə əsaslı öyrənmə təlim modelindən istifadə edəcək. Təbii ki, mövzunu uşaqlara buraxıram. Mövzunu uşaqlar seçir. Həyati bir problem seçirlər. Mən vermirəm mövzunu, çünki uşaq bunun üstündə aylarla işləyəcək, qoy öz marağına uyğun olsun. Buradakı əsas məsələ nədir? Məsələn, layihə əsaslı təlim modelini biz kiçik siniflərdə etmirik, ibtidai siniflərdə etmirik. Niyə? Çünki bunun əsas açar sözü odur ki, uşaq, müəllim nəsə öyrədir, uşaq onu gəlib nəsə düzəltmir. Uşaq mövcud bilik bacarıq, burada nə varsa onunla yola çıxır. Yeni bilik bacarığı özü qazanır o layihəni hazırladıqca. İndi 3 ay, 5 ay, neçə ay çəkirsə də. Bir sözlə, əsas açar söz mövcud bilik bacarıqdan yola çıxır. Yeni bilik bacarığı həmin yolda qazanır. Deməli, real həyat probleminə xitab edir. Mövzu, yəni real həyat problemi olmalıdır. Burada məqsəd şagirdlərin əldə etdikləri bilik və informasiyaları lazımi anda təqdim edə bilmələridir. İndi burada öyrənmə ardıcıllığı necə olur? Birinci sual qoyulur, plan tərtib edirlər, araşdırma və məhsul hazırlığı gedir. Bu arada məhsul sözü bunun açar sözüdür. Scaffolding və monitoring var. Yəni müəllimin dəstəyi var. Gözləyin görək kim qoşulur. Nəticələrin yoxlanılması və prosesin dəyərləndirilməsi var. İndi açıram ki, bu nə deməkdir? Layihədən həm də qiymətləndirmə vasitəsi kimi istifadə etmək olar. İndi bu nədir? Açar məqamları nədir? Testlərdə ən çox qarşınıza çıxacaq sözlər, yəni bu açar məqamlar içindədir. Mövzu, yəni uşaqların seçəcəyi mövzu, şagirdlərin bilik, bacarıq, yaş səviyyəsinə uyğun olaraq müəyyən qədər çətin və məntiqli olmalıdır. Çünki uzun müddətli olacaq ona görə.
Şagirdlər bu problemi həll etməklə ortaya real məhsul qoyurlar. Məhsul bunun açar sözüdür. Yəni təqdimat hazırlayıb gətirəcəklər də. Proses zamanı şagirdlər dərin və davamlı araşdırma aparmalıdırlar. Layihənin mövzusu həyatdan götürülür, bayaq dedim. Mövzu real həyat problemi olmalıdır. Şagirdlərin maraq dairəsinə uyğun olur, çünki özləri seçir. Real konteksti əks etdirir, real həyat problemi olur. Mövzunun plagiatlığı yoxlanılır. Deyir ki, bəli, işlənmiş nümunələrə müraciət edə bilərsən. Amma ona yeni qatqı, özünküləşdirmə, yeni yanaşma, yəni nümayiş etdirməlisən. Rəqəmsal texnologiya tətbiq edilə bilər. Ola bilər ki, mənim təqdimatım rəqəmsal texnologiyada olsun. Elə rəqəmsal bir dənə buradadır. Şagirdlər layihə boyu gördükləri işlə bağlı qərarlar verir, öz fəaliyyətlərini qiymətləndirir, refleksiya edirlər. Layihə iştirakçıları bir-birinə konstruktiv rəy verirlər, çünki qrup işidir, yoldaş qiymətləndirməsi var. Konstruktiv rəy də ən effektiv rəydir. Şagirdlər və onlarla birlikdə çalışan müəllimlər qarşılaşdıqları problemlə bağlı müzakirələr aparır, fikir yürüdürlər. Bəli, layihə əsaslı təlim modelində şagirdlər eyni zamanda digər fən müəllimləri ilə də əməkdaşlıq edirlər. Avtomatik burada nə var? Fənlər arası inteqrasiya. Həyati bacarıqların hamısını burada görürəm ki, uşaq gedir, real həyat problemi həll edir, layihə hazırlayır, tətbiq edir artıq bunu. Demək ki, fən üstü də var. Layihə iştirakçıları öz layihələrini təqdim edirlər. Layihə həm sinif daxilində, həm də sinifdən kənar aparıla bilər. Bəli, hətta bunun təqdimatı geniş olur, tədbir şəklində olur, musiqili, teatrlı, yəni şəklində keçirilir. Çünki adamlar bunun üstündə neçə aylar əziyyət çəkiblər, bir məhsul ortaya qoyublar. İşlənmiş mövzu təkrar işləndikdə ona yeni qatqı əlavə etmək lazımdır, çünki plagiatlıq olmamalıdır. Bütün fənlərdə tətbiq edilə bilər. Baxın, 5E ilə sorğu araşdırma üçün dedim ki, əsasən təbiət fənlərində. Amma bu bütün fənlərdə ola bilər. Layihə əsaslı öyrənmə ilə... İndi burada bir dənə məqam var. Qoy bir dənə buranı deyim, sonra bura qayıdacam, çünki bu başqa şeydir. Bayaq dedim, layihə əsaslı öyrənmə fənlər arası fən üstü inteqrasiyanı özündə ehtiva edir və necə, ardıcıllıq necə olur? Şagirdlərə mövzu düşünmək və müəyyənləşdirmək üçün vaxt verilir. Yəni, müəllim mövzunu seçmir. Mövzunu deyirəm ki, gedin, düşünün, vaxt da verirəm ki, düşünün, özünüz təyin edin. Layihənin mövzusu müəyyənləşdirilən andan etibarən layihənin sonuna qədər müəllim şagirdlərlə işləməlidir. Yəni, onlara yaxından fasilitatorluq eləməlidir. Şagirdlər komanda şəklində işləməlidirlər ki, bunlarda əməkdaşlıq, liderlik, vəzifə bölgüsünün aparılması bacarığını formalaşdırsın. Şagirdlər layihələri tam təqdim etməmişdən əvvəl mütləq şəkildə sınaqdan keçirməlidirlər ki, bəlkə gözdən yayınan bir problem var, onu aradan qaldıraq. Rəqəmsal texnologiyalardan, müxtəlif proqramlardan istifadə etmək, layihəni elektron şəklə salmaq olar. Belə, indi gələk dərsdə layihə nə idi? Dərsdə layihə əvvəllər geniş mövzu kimi verilirdi, sonra çıxartdılar, amma indi bir-iki cümlə ilə veriblər. Bunun layihə əsasından fərqi nədir? Layihə əsası böyük siniflərdə olur, bura ilə yola çıxırlar. Dərsdə layihə birinci sinifdə də ola bilir. Müəllim dərsi keçir, öyrədir, bilik bacarığı ötürür, sonra deyir, gedin filan şeyi hazırlayın. Məsələn, müəllim deyim ki, biologiya dərsində uşaqlara nə bilim, orqanları keçir, sonra da deyir ki, növbəti dərs üçün ağciyər orqanının modelini hazırlayın. Bu dərsdə layihədir. Məsələ o deyil, imini dərsin içində olsun. Gedib evdə də düzəldə bilər, amma düzəldib növbəti dərsə qədər gətirir də. Yəni, bunun əsas açar sözü odur ki, müəllim bilik bacarığı ötürür, uşaq sonra gedir, ona uyğun düzəldir. Amma layihə əsaslı təlim modelində yox. Müəllim deyir ki, bir dənə mövzu seçirlər, uşaq bura ilə yola çıxır. Deməli, layihə əsaslı öyrənmə ilə dərsdə layihənin hazırlanması fərqlidir. Dərsdə layihənin hazırlanması müəyyən bölmə oxunduqdan sonra oxuduqlarının layihə halına salınmasıdır. Dərsdə layihənin reallaşdırılması şagirdlərdə bilik bacarıqlar formalaşdırılandan sonra tətbiq üçün verilir. Yəni, dərsi keçirəm, ondan sonra tətbiq etmələri üçün verirəm. Layihə əsaslı öyrənmədə isə bilik bacarıqlar layihənin reallaşdırılması zamanı baş verir. Yəni, mən layihəni hazırladıqca yeni bilik bacarıq qazanıram. Problem əsaslı öyrənmə nədir? Layihə əsaslı ilə oxşar fikirləri var.
Məsəl üçün, ikisi də şagird yönümlüdür. İkisində də problem real həyatdan gətirilir. Deməli, problemi ifadə edən açıq tipli sualların verilməsi. Amma layihə əsasında mövzu verilmişdi. Problemi aydınlaşdırmaq, müzakirə etmək. Yəni, uşaqlar öz aralarında problemi aydınlaşdırır, qrup işində müzakirə edirlər. Problem haqqında nəyi bilirik, nəyi bilməyimizə ehtiyac var, cavab axtarırlar da. Mümkün həll yollarını ortaya qoyurlar. Bizə nəyi xatırlar? Beyin həmləsi, qərarlar ağacı. Nəticələri və həll yollarını bölüşürlər bir-biri ilə. Problem əsaslı öyrənmə ilə layihə əsaslı öyrənmə bir-birinə çox oxşuyur, amma fərqli cəhətləri də var. İndi baxaq. Oxşar cəhətləri odur ki, ikisi də şagird mərkəzidir. Çünki ikisində də həyati bacarıq var, ikisində də uşaq problem həll edir. Şagirdlərdə öyrənmə aktivliyi yaradır, bəli, ikisində də qrup işi var. 4K bacarıqları, problem həll etmə bacarıqları inkişaf edir. 4K nə idi? Belə deyək də, tənqidi, yaradıcı təfəkkür, problem varsa olacaq onlar və kommunikasiya, ünsiyyət, əməkdaşlıq qrup işi varsa var. İkisində də qrup işi var, düzdür. Hər ikisində şagirdlərdə müəyyən baza biliklərin olması şərtdir. Bəli, hər ikisində də müəyyən baza biliki olmalıdır ki, o birisində müəyyən baza biliyi ilə yola çıxır, yeni bilik bacarığı orada qazanır. Problem əsaslıda da ki, müəyyən baza biliyi ilə yola çıxıb problemə həll yol axtarır. Fundamental biliklərdən yola çıxaraq onun zəruri informasiya ilə dəstəklənməsi, konseptual biliklərin möhkəmləndirilməsi şagirdin koqnitiv inkişafına əlverişli şərait yaradır. Bunların fərqli cəhətləri nədir? Layihə əsasında mövzunu əhatə edən kompleks problemi həll edib, əldə olunan nəticəni hansısa layihə, yəni təqdimat formasında təqdim edirlər. Kompleks. Burada isə şagirdlər hansısa real həyatdan götürülmüş problemi, bir dənə problemi araşdırır, onun həlli üçün təklif irəli sürür. Bunlar sadəcə təklif irəli sürəcəklər. Layihə əsasında müəllim hər addımda fasilitatorluq edir, çünki layihə az qala 1 ilə qədər ola bilər. Problem əsasında müəllim bir addım geridə olur. Problemi həll etmək üçün şagirdə sərbəstlik verir. Ki, daha problem əsaslı maksimum 1 həftəyə qədər ola bilər. Da deyirəm ki, biraz əziyyət çəkib özü problemi həll yolu tapsın da. Sonra geniş əhatə dairəsinə malikdir, uzun müddət ərzində reallaşır, 1 ilə qədər davam edə bilər. Məqsəd sonda hər hansı məhsul ortaya qoymaqdır. Burada isə bir neçə gün və ya bir həftəni əhatə edir. Məqsəd təqdim edilən problemi həll etməkdir. Birində məhsul qoyur, birində problemi həll edir. Həm məzmun, həm əməkdaşlıq, kreativlik, təqdimat kimi bacarıqlar qiymətləndirilir, yəni layihə əsaslıda. Problem əsaslıda isə problemin həlli prosesi, tənqidi düşüncə, təklif edilən həll yolunun keyfiyyət baxımından qiymətləndirilməsi aparılır. Bayaq qarşımıza bununla bağlı sual çıxdı. Oyunlaşdırma və oyun əsaslı təlim modeli. Çətin deyil, bu da asandır. Hər ikisinin ortaq cəhəti yenə də şagird mərkəzlidirlər. Hər ikisinin də ortaq mahiyyəti oyundur. Yəni, mərkəzdə oyundur. Nədir oyunlaşdırma mahiyyəti? Dərsdə oyun elementlərindən istifadə etməklə şagird motivasiyasını artıran üsuldur. Oyun uşağı daha da cəlb edir. Məqsəd oyunu oynatmaq deyil. Öyrənmə prosesinə oyun mexanizmini gətirməklə marağı, davamlılığı artırmaqdır. Oyun elementi şagirdi yolda saxlamaq, dərsə fokuslanmasına kömək etmək, öyrənmə prosesini daha əyləncəli, mənalı etmək üçün tətbiq edilir. Yəni, oyun bir vasitədir də məqsədə çatmaq üçün. İndi gəldik, oyunlaşdırma nədir? Oyunlaşdırmanın 5 komponenti var. Məsələn, xal toplamaq, səviyyə, lider cədvəli, mükafat, nişan, tapşırıqların oyun strukturunda təqdim edilməsi. Yəni, məsələn, bunun əsas açar sözü tapşırıqdır. Müəllim bir tapşırıq üzərindən tutalım ki, oyun təşkil edir. Qazananlara həm xal verir, titul verir, mükafat, nişan verir. Amma lider cədvəli düzdür var, amma biz deyirik ki, çalışmalıyıq liderlər cədvəlinə istifadə etmək. Çünki sağlam rəqabəti artırır. Nə qədər də olmasa, lap olsun sağlam, lap olsun inkişaf yönümlü, yox. Rəqabət olmaz. Deməli, sonra oyun əsasında öyrənmə nədir bəs?
Bu üsulda dərslik materialı birbaşa oyunun içində öyrənilir. Yəni dərs 45 dəqiqə başdan sona oyun əsasında qurulur. Məqsəd yalnız motivasiya deyil, informasiyanın oyun vasitəsilə mənimsədilməsidir. Şagirdlər tapşırıqları yerinə yetirdikcə fəaliyyətin nəticəsi dərhal görünür və bu öyrənməni gücləndirir. Məsələn, təbii sərvətlərin öyrədilməsində kart oyunu, xəritə oyunu, simulyasiya, strategiya qurma, təcrübə əsaslı elektron oyunlardan istifadə edilə bilər. Dərs başdan sona oyun əsasında keçirilir. Bu, oyun əsası təlim modelinin açar sözüdür. Oyunların faydası nədir? Şagirdlərin tənqidi düşünməsini, qərar vermə bacarığını, problem həllini inkişaf etdirir. Motivasiya, maraq, dərsə bağlılıq artır. Aşağı yaş qruplarında dərsi əyləncəli və mənalı edir. Yaş artdıqca daha mürəkkəb oyunlar tətbiq oluna bilər. Elektron oyunlardan istifadə həm vizuallığı, həm də praktik öyrənməni gücləndirir. Hətta bura onların adı da yazılıb. Bəs bunların fərqi nədir? Oyunlaşdırmada mövcud dərs prosesinə oyun elementlərinin əlavə edilməsidir. Burada isə dərsin özünün oyun formatında qurulmasıdır. Burada xal, səviyyə, mükafat, liderlər, cədvəl kimi mexanizmlər əsasdır. Yəni, açar sözü kimi verib. Burada isə şagird bilik və bacarığı birbaşa oyunun içində qazanır. Məqsəd motivasiyanı artırmaqdır. Məqsəd oyun vasitəsilə məzmunu, yəni öyrənməkdir. Bu da belə. Qaldı sonuncu birbaşa təlim modeli. Rosenstein təlim modelidir. Rosenstein'a görə deyir ki, hər bir uşaq əslində öyrənə bilər və öyrədilə bilər. Necə? Bunun dediyi prinsiplərlə. Birbaşa təlimin özülündə dayanan əsas fəlsəfə nədir? Bütün şagirdlər öyrədilə bilər, bütün şagirdlər akademik və özgüvən baxımından inkişaf edə bilər. Təlim elə təşkil edilməlidir ki, şagirdlərin öyrənilən məlumatları yanlış anlaması ehtimalı azalsın, təlimin effektivliyi gücləndirilsin. Və buna görə də 6 prinsip irəli sürüb. Birincisi, tədrisə daha öncə öyrənilənlərin qısa təkrarı ilə başlayır. Bir sözlə də köhnə dərsin sual cavabı. Müəllimlər dərsə başlamazdan əvvəl mövzunu təkrar etməklə şagirdlərin əvvəlki biliklərini aktivləşdirir və yeni bilik üçün zəmin yaradır. Yəni, əvvəlki dərsin sual cavabı. Şagirdlərdən yaxın mövzularla bağlı fakt və anlayışları xatırlatmaq, yeni məlumatı öyrənmək üçün əvvəlki biliklərlə əlaqə qurmaq, köhnə bilikləri yeni kontekstdə yenidən nəzərdən keçirmək. Bu proses şagirdlərin əvvəl öyrəndiklərini yenidən strukturlaşdırmasına, yeni mövzunu daha asan mənimsəməsinə kömək olur. Hissə-hissə öyrətmə prinsipi nədir? Əvvəlki dərsin sual cavabını elədim, indi keçib hissə-hissə öyrətmə. Yeni materialı kiçik hissələrlə təqdim edin və hər hissədən sonra şagird fəaliyyətinə yer ayırın. Müəllim materialı kiçik hissələrə bölüb ardıcıllıqla təqdim edir. Şagirdlər hər hissəni tam mənimsədikdən sonra növbəti hissəyə keçir. Elə bir ki, dərsin birinci hissəsini izah edirəm, sonra soruşam, aydındır, hə, yox, sual cavab edirəm, tam əmin oluram ki, hamı başa düşüb, ikinci hissəni keçirəm. Başa düşməyiblərsə, təzədən qayıdıram birinci hissəyə. Bu zaman məlumatlar tədricən dərinləşir və ardıcıl öyrənmə təmin olunur. Tədqiqatlara görə materialın az-az verilməsi şagirdlərin yüklənməsinin qarşısını alır, unudulmanı azaldır, daha yaxşı nəticələrə gətirir, şagirdlərdə özünə inamı yaradır. İşlənmiş nümunə, yəni uşağa nümunə vermək. Modellər və işlənmiş nümunələr təqdim edin. Bu şagirdlərə problemləri daha tez və ya daha yaxşı həll etməyə kömək edir. Müəllim şagirdləri tam həll edilmiş nümunələr təqdim edir. Məsələn, yazır ki, x üstəgəl 5 bərabərdir 10 və səsi düşünməlidir. X bərabərdir 10 çıx 5. X bərabərdir 5. Hə, uşaqlar, bu 5 bilirsiniz hardan gəldi? Bu x-in cavabıdır, yəni bunun. Yəni 5 üstəgəl 5 10 eləyir. Bunu səsi şəkildə, yəni bir nümunəni yazdıram bura. Şagird nümunəni addım-addım izləyərək problemi həllin necə aparıldığını görür. Bu şagirdlərin öz fəaliyyətlərini düzgün qiymətləndirməsinə və səhvləri azaltmasına kömək edir. Yəni deyir ki, işlənmiş nümunəni yazdınız, səsli şəkildə başa saldınız, ondan sonra uşağa tapşırıq verəcəksiniz axı təzə dərslə bağlı. Bunu silməyin, qoy qalsın ki, sualı yarananda qoy başını qaldırıb o nümunəyə baxsın. Sonra riyazi və məntiqi məsələ həllini sürətləndirir, necə həll etməliyəm sualına vaxt itirmir,
qısa zamanda yüksək nəticə əldə edir. Anlamanı yoxlamaq prinsipi, burada bunun iki məqsədi var. Sadəcə çoxlu tapşırıq vermək kifayət deyil, şagird yeni əldə etdiyi bilikləri məntiqi kontekstdə və ardıcıllıqla tətbiq etməlidir. Bəli. Materialı təkrar mexaniki etməklə deyil, anlam qurmaqla mənimsəmək məqsədə uyğundur. Bir sözlə qısacası deyir ki, anlamanı yoxlamaqda müəllim iki məqsədi var. Birincisi odur ki, bayaqdan deyirdimi, dərsi hissəyə bölüb keçir. Bölmüşəm hissəyə, birinci hissəni keçmişəm, sonra uşaq sual cavab edirəm. Niyə edirəm? Görüm dərsi anlayıb, anlamayıb. Dərsin növbəti hissəsini izah edim, etməyim. Bir məqsəd oydu. İkinci məqsəd oydu ki, şagirdlərin uzun müddətli yaddaşındakı digər öyrəndikləri ilə əlaqələrin möhkəmlənməsi. Yəni, anlamanı ona görə yoxlayıram ki, mənim danışdıqlarım qısa müddətli yaddaşdır. İndi danışacağım, birazdan sinib gedəcək. Amma sual cavab edərkən artıq uzun müddətli yaddaşa, yəni uzun müddətli yaddaş inkişaf edir. Yəni, bu iki dənə məqsədi var. Beşinci, şagirdlərin sizin köməyinizlə yeni mövzunu tətbiq etməsini şərait yaratmaq. Deməli, şagirdlərin əvvəlki biliklərini üzə çıxarmalı, mövzunu kiçik hissələrə bölüb mənimsətməli, işlənmiş nümunələrdən istifadə etməli, hər bir hissəni şagirdin tam başa düşdüyünə əmin olmalıdır. Bu yanaşma şagirdlərin ardıcıllıqla düşünmə, təhlil, problem həlli, riyazi məntiq bacarıqlarını artırır. 6-cı prinsip, çətin tapşırıqlar üçün scaffoldinglik et, müvəqqəti dəstək. Müəllim izahlardan əlavə, xüsusilə çətin məsələləri həll edə bilmələri üçün şagirdlərə scaffolding strategiyalarından istifadə edərək müvəqqəti dəstək göstərməlidir. Bəli, müəllim müvəqqəti dəstək göstərməlidir. Şagird özü sərbəst edənə qədər müəllim müvəqqəti dəstək verməlidir və zaman-zaman yavaş-yavaş dəstəyi geri çəkməliyik. Scaffolding strategiyalar nədir? Müəllimin səsli düşünməsi, məsələn, bayaq işlənmiş nümunədə gördünüz, səsli düşünürdü. Harada qaldıq? Müəllimin şagirdləri edə biləcəkləri mümkün səhvlər barədə məlumatlandırması. Elə bil ki, əvvəlcədən bilirəm ki, uşaq harada səhvə yol verər. Ona görə əvvəlcədən məlumatlandırıram ki, burada diqqətli olun, səhvə yol verə bilərsiniz. Müəllimin şagirdlərə öz işlərini dəyərləndirmələri üçün checklist verməsi və checklist yəni yoxlama siyahısı. Və bu listdən necə istifadə edə biləcəklərini nümayiş etdirməsi. Yəni özünü dəyərləndirməsi üçün, özünü qiymətləndirməsi üçün. Şagirdlərə ekspert nümunələrinin təqdim edilməsi, bəli, bu da ola bilər birbaşa təlimdə. Deməli, 2, 4, 6, 7 dənə təlim modeli, 2 dənə tədris forması keçdik. Amma testləri birdir. İndi gəlin, başa düşmək üçün belə eləyək. Mən bunun testini açsın. Biraz testinə baxaq burada. İndi mən açacağım, siz oradan cavabları yazarsınız, mən də izahını verərəm. Birin cavabını yazın. Deməli, bizdən asinxronu istəyir və deyir ki, onu klasteri tamamlamayan. Yəqin ki, buna diqqət eləmişik.
C yazmısınız. Şagirdlər onlara qaranlıq qalan məqamlarla bağlı anında sual verə bilirlər. Hə, asinxronda verə bilmirlər axı. Deməli, bu sinxrondur. Düzdür. C düzüydür. B nədir? Şagirdlər metakognitiv, bəli, inkişaf edir asinxronda. 2-yə baxın. Nə yaman uzun oldu? Bax. Nə yaman fərqli cavablar. Deməli, oxuyuram. Müəllim su ehtiyatlarının azalması mövzusunda dərs planlaşdırır. Dərsin əvvəlində şagirdlər suyun gündəlik həyatda istifadəsi ilə bağlı müşahidələrini bölüşür. Müəllimin yönləndirməsi ilə suallar formalaşdırırlar. Şagirdlər qruplara bölünərək su ehtiyatlarının azalmasının səbəblərini araşdırırlar, məlumat toplayır və müzakirələr aparırlar. Araşdırma prosesinin sonunda müəllim əldə olunan nəticələri ümumiləşdirir və mövzu üzrə elmi cəhətdən düzgün olan nəticəni şagirdlərə təqdim edir. Mən əslində burada nə gördüm? Yönləndirmə, maraq oyatma, sonra şagirdlərlə sual formalaşdırılır. Deməli, sorğu araşdırmada necə gedirdi? Yönləndirmə. İkinci, əsas sual qoyulurdu. Sual. Üçüncü, uşaq nə edirdi? Araşdırma. Deməli, suallar formalaşdırdı. Sonra şagirdlər qruplara bölünərək su ehtiyatlarının azalmasının səbəbləri araşdırır. Araşdırmaya getdilər. Dördüncü, nə etdilər? Nəticəyə gəlirdilər. 5-də də müzakirə idi. İndi baxaq. Araşdırır, məlumat toplayır, yəni nəticəyə gəlir və müzakirələr aparır. Tamam, burada tamamlandı. Sonra nə deyir? Araşdırma prosesinin sonunda müəllim əldə olan nəticələri ümumiləşdirir, nə bilim, elmi cəhətdən düzgün olan nəticələri şagirdə təqdim edir. Heç biz elə bir cümlə işlətdik. Burada bitdi də, şagird müzakirə edir. Əldə etdiyi nəticə ilə bayaqki irəli sürdüyü fərziyyələri müzakirə edir. Bizdə də deyir ki, bu situasiyada müəllimin hansı addımı araşdırma əsaslı, yəni sorğu araşdırma əsaslı təlim modelinin mahiyyətinə ziddir. D variantı. Araşdırma mərhələsi başa çatdıqdan sonra müəllimin mövzu üzrə elmi baxımdan, nəsə bax, bu variant ziddir də, yəni bu olmamalıydı. D ziddir. Getdik 3-ə, baxın. D. Baxaq, görək. 3-də D yazmışsınız. Bəli, 3-də D-dir. Bizdən araşdırma əsaslı sorğunu deyir də, yanlış istəyir.
Təlimə başlayarkən mövzuya maraq oyatmaqda məqsəd, bəli, maraq oyatma var. Şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmasını təmin edib, şagirdlər tədqiqata, yəni araşdırmaya yönəldir. Aha, bu düzdür. Bunu götürmürəm. Şagirdlər tədqiq edilməsi, yəni araşdırma edilməsi nəzərdə tutulan sualın cavabını təcrübə əsasında müəyyən etmək qazanır. Bəli, gedir təcrübə əsasında müəyyən edir, sualın cavabını tapır, düzdür. Təlimin yekununda şagirdlər araşdırdıkları məlumatlara əsasən məhsul layihədə idi. Deməli, bu aid deyil. Şagirdlərin vaxta qənaət etməsi baxımından müəllimin onlara özünün araşdırdığı, müəllim özü araşdırmır axı, bu da səhvdir. 3-4. Düz tapmısınız. 4-ə baxın. Deməli, deyir, şagirdlər sağlamlıq imkanları məhdud insanların həyatını daha da yaxşılaşdırmaq üçün deməli, müxtəlif layihələr üzərində işləməyə başlayırlar. Bir qrup şagird danışma əngəlli insanlar üçün xüsusi funksiyaları olan mobil tətbiq üzərində işləmək qərarına gəlirlər. Layihə boyunca uşaqlar danışma əngəlli insanlarla da görüşürlər, amma bəzi şagirdlərin bir-biri ilə olan mənfi münasibətindən dolayı qarşı tərəfin fikirlərini qəbul etmək istəmirlər. Bizdən doğrunu istəyir. Niyə deyə götürmüşsünüz, onu anlamadım. Şagirdlərin bu mövzularla bağlı layihə üzərində işləmələri onlarda inklüziya mədəniyyətin formalaşmasına təsir edir. Bir düzdür. Görüm deyədə bir var. Hə, biri düz götürmüşsünüz. İnklüziya niyə? Çünki danışma əngəl, sağlamlıq imkanı məhdud. Müəllim fəaliyyət zamanı problem yaşanmasın deyə şagirdlərə fəaliyyətləri ilə bağlı qiymətləndirmə rubriki təqdim edib, onlardan nələr tələb olunduğunu aydın izah edə bilər. Ümumiyyətcə, bir layihə varsa, qrup işi varsa, müəllim mütləq şəkildə qiymətləndirmə rubriki təqdim etməlidir ki, o rubrik cədvəl deməkdir. Orada yazılır. Layihə də qiymətləndiriləcək, tapdığın həll yolu da qiymətləndiriləcək, üstə gəl, ünsiyyət və əməkdaşlıq bacarığı da qiymətləndiriləcək. Əgər onu versəydim, indi bunların bir-birinə olan mənfi münasibəti orada olmazdı. Bilərdilər ki, buna görə də qiymətləndiriləcəklər. 2 də düzdür. Bəzi şagirdlərdə şəxsi qərəzlik məntiq xətası var. 3 də düzdür. Müəllim verilmiş problemi aradan qaldırmaq üçün şagirdlər proses boyunca bir müddət fərdi işləmələrinə xeyr, yanlışdır. Müəllim şagirdlər arasında problem yaranan zaman şagirdləri prosesə daha yaxşı cəlb etmək üçün buzqıran strategiyasını istifadə edə bilər. Elə bir deyirəm ki, uşaqlar bir dəqiqə dayanın, burada problemi yaşayırsınız. Gəlin bir dənə buzqıran strategiyası eləyək. Buzqıran strategiyası problemin ortasında olmur. Tədris ilinin əvvəlində olur. Ki, uşaqlar arasındakı buzları əridim, bir-birlərinin xarakterlərini tanısınlar, xasiyyətlərini ki, sonra burada belə bir-birlərinə qarşı şəxsi qərəzlik etməsinlər. Bunu proses zamanı etmirik. Tədris əvvəlində etməli idik, demək ki, etməmişik, artıq bu həll yolu deyil. 1, 2, 3 doğru cavabdır. A variantı kimsə yazmışdı, düz yazıb. 5-ə də baxaq. Aferin Atıran xanım.
Görək. Aha. Şagirdlərə qida təhlükəsizliyi probleminin həlli ilə bağlı tapşırıq verilir. Gedişatda aydın olur ki, bəzi şagirdlər öyrəndikləri nəzəri anlayışları deməli, cəmiyyətdə baş verən situasiyalarla praktik olaraq əlaqələndirməkdə çətinlik çəkirlər. Müəllimin hansı fəaliyyəti şagirdlərdə bacarıq formalaşdırılması səmərəli olar. Bütün şagirdlərin mövzu ilə bağlı əsaslı anlayışa malik olmasını təmin etmək üçün onlara bu mövzuda mühazirəni unuduruq. Müəllim şagirdlərə araşdırma üçün nəzəri biliklərlə praktik bacarıqları əlaqələndirməyi tələb etməyən, yazıq bura bax, etməyən mövzu verir. Daha tələb etməyən mövzu verirsə, bu necə bacarıq formalaşsın? Səhvdir. Müəllim şagirdlərin mövzu ilə bağlı öyrəndikləri ilə həyatda qarşılaşdıqları məsələlər arasında ortaq cəhətləri müəyyənləşdirməyə yönəlik sinif müzakirəsi təşkil edə bilər, bu düzdür. Şagirdlərin tapşırıq nöqtəsinə daha səmərəli şəkildə gəlmələri üçün müəllim onları akademik səviyyələrinə görə yenidən qruplaşdıra bilər. Yəni 5 alanlar bir qrupa, 3 alanlar bir qrupa səhvdir. Müəllim şagirdlərdə qarşılıqlı anlaşmanı təmin etmək üçün yumşaq bacarıqlar aşılaya bilər. Yumşaq bacarıqlar ünsiyyət və əməkdaşlıqdır, amma problem orada deyil. Problem uşaq öyrəndiyi ilə həyatdakını əlaqələndirə bilmir. Budur problem, bu deyil. Cavab C, düz yazmısınız. Evdə bunu tamamlayarsınız, 55 dənədir deyəsən, 5-ni işlədiniz, qaldı 50-si. Bir də Edu 5-i baxdım, yəni keçdiklərimizdir. Edu 5-i işləyərsiniz. Sabaha yox, sabaha bu mövzunu soruşmayacağam. Yazmışam da nələri soruşacağam. Sabaha onları öyrənərsiniz. Bu mövzu hazır olsun 6-cı günə. Yaxşı mı? Oldu müəllim, sağ olun. Gecəniz Oldu. Gecəniz Müəllimə, xeyir olsun. Edonu yenidən göndərə bilərsiniz, mümkünsə məndə silinibdir. Edunun PDF-i yoxdur, onun şəkillərini göndərirəm. Hə, mənə əgər öncədən göndərmişdinizsə, dünə olan dərsində editini istəyərdim, çünki məndən Tamam. istəyə bilmədim mən. Yaxşı, göndərərəm. Çox sağ olun. Gecəniz xeyrə qalsın, sağ olun Mehriban xanım. Sağ olun, Mən sağ elə olun. qrupa göndərərsiniz, məndə də silinibdir. Bir də o taksonomiya ilə bağlı olan dərsi də göndərərsiniz, zəhmət olmasa. Tamam, yaxşı. Gecəniz xeyir. Göndərərəm. Sağ olun.